48-dən davam edir uşaqlar. Ortaq sadə vurğuların hasili, yəni əbobları uşaqlar 15-dir. Əkobları isə 360-dır. Əbobla əkobun 2 dənə əlaqəli düsturu var. 2 ədədin, eyni ədədin əbobunu əkobuna vuranda onların hasilini, əkobunu əbobuna böləndə isə C-ni, yəni ortaq olmayan sadə vurğuların hasilini verir. Burada sadəcə 360-ı bölürsünüz 15-ə, eləyir 24. Doğru cavab olur A variantı. Bu tənliyi alqoritm yoluna eləsəz daha yaxşı olar. Bu basa da bilərsiniz əslində. Baxaq. Bax, mən sizin yerinizdə olsam alqoritmdən gedərəm. Necə? Buranı saxlayıram. 9-a bölüb 4 çıxıb 5 alıb. Geri qayıtdım. 9-un üstə 4 gəldim. 9. 9-a vurdum 81. Sonra baxıram. Bax, bu mötərizələr 1-dir. 96-dan nə çıxanda 81 edir? 15. 3-ü nəyə vuranda 15 edir? 5-ə. 2 vuraq. 3x plus 1 çıx 27 bərabər 5. 2 vuraq 3x plus 1 bərabər geri bu tərəfə gəldi 32. 2-ni nəyə vuranda 32 edir 16-ya. Geri qayıdıram. 3-ə vurub üstə 1 gələndə 16 edib. 16-dan 1 çıxıb 3-ə bölsəz 5 alarsınız. Doğru cavab B variantı. Sonra vur açını ilə o biraz daha uzun gedir məncə. Məxrəci 19 olan ən böyük düzgün kəsir. Məxrəci 19 olan düzgün kəsirlər 19-da 1-dən başlayır, 19-da 18-də bitir. Düzgün kəsir 38-in tərsindən neçə dəfə böyükdür? 19-da 18-i bölürük 38-in tərsinə, yəni 38-də 1-ə. 19-da 18 vurulur. Bölmədən sonraki kəsir tərs çevrilir, vurma olur əməlimizdə. Cavab edir 36. Doğru cavab olur B variantı. Azalan çıxılan fərqin cəmi 18-dir. Azalan, çıxılsın, çıxılan bərabər fərqə. Bax, A üstə gəl, B üstə gəl, C 180. Fərq azalanın 20%-nə bərabərdirsə. Bax, fərq C. Azalanın 20%-nə bərabərdir. Gəl, bunu nisbətlə götürək də. 20% nə deməkdir? %20 isə. Azalana 100x deyirəm. Fərq bunun 20%-dır. 20x deyirəm. Avtomatik 100-dən nə çıxanda 20 edir? 80. Çıxılanda 80x olur. Bunların cəmi 100x, 80x, 20x. Toplayanda 200x bərabərdir. Deməli, 180-da. Buradan x tapanda 180-i bölün elə 200-ə. Sıfırları sil, 18-i lap 2-yə də böl, 9 bölü 10, 0,9 eləyir. Bizdən çıxılanı, yəni 80x istəyir, 80-i 0,9-a vururam. O da eləyir uşaqlar 72. Doğru cavab olur B variantı. Satıcı 3 kiloqramını 12 manata aldığı meyvənin 6 kiloqramını 30 manata satır. Gəlin baxaq görək. 3 kilosunu əgər 12 manata alıbdırsa, deməli 1 kiloqramını əvvəlcə ilk məbləğ nə deyirlər? Maya dəyəri. Maya dəyəri deməli 4 manat imiş. 6 kiloqramını 30 manat veribdirsə, deməli satış qiyməti olub 5 manat. Neçə faiz gəlir əldə edib? Əvvəl satdığı bir şeyə 100% deyirik. Sonrakına x desək. 4-dən eləyəsəm 100 alınır, 25-ə vursam, 5 manatı da 125-ə vursam, 125% edir. Deməli 25% gəlir əldə edib. Ya da deyirəm ki, 4 manat idi, 1 manat artıqına satıb. 1 manat 4-ün neçə faizdir? O da 25% edir. Doğru cavab olur D variantı. Səncərin 6 gündə gördüyü işi Ural 12 günə yerinə yetirir. İkisi birlikdə 24 günə yerinə yetirdiyi işi Ural tək başına neçə günə yerinə yetirər? Baxın uşaqlar. Əvvəlcə 6 günə bunun gördüyü işi bu 12 günə görür. Deməli, bunların sürətləri bir-birindən 2 dəfə fərqlənir. Elə də yaza bilərik. İndi 6-cı sinif səviyyəsində bu sualı necə cavablandıra bilərik? Birlikdə görmək. Bu 6 günə gördüyünü bu 12 günə görür. Birlikdə həmin işi neçə günə görərlər? 6-da 1 ilə 12-də 1-i toplayırıq. 12-də 2, üstə gəl 12-də 1, 12-də 3, çıxsar aparam 4-də 1. Deməli, ikisi birlikdə 4 günə görür bu işi. İkisinin 24 günə gördüyünü, bax. İkisinin 24 günə gördüyünü, deməli, bunlar birlikdə 6 gün işləsə yerinə yetirərlər, düzdürmü? Ural tək başına neçə günə gülər? Neçə günə yerinə yetirər? Uralın neçə günə yerinə yetirdiyini tapmaq üçün 12-ni 6-ya vururuq, eləyir 72 günə. Doğru cavab olacaq uşaqlar. B variantı. Sonra davam edək yoldaşlar. O x oxuna nəzərən simmetrikdə uşaqlar incə o əvvəlki sınaqda izah elədiyim şəkillə çəkib göstərə bilərsiniz. X-a nəzərən simmetrikdə x qalır, 3 qalır, 3 qalır. Y əksinə doğru dəyişir. Doğru cavab olur B variantı. Teploxod 2 körpü arasında məsafəni çayın axını ilə 4 saata, axına qarşı 6 saata gedir. Çayın axma sürəti 4-dür. Uşaqlar, eyni yoldur. Belə gedəndə 4 saata gedir, belə qaydanda 6 saata.
Bilirik ki, axın ilə gedəndə, demişdim, külək elə bil bizim kürəyimizdən vuranda sürətimiz artır. İlə birləşdirmə bağlayıcısı da belə yerdə saxlaya bilərsiniz. Axın suallarında ilə olanda toplanır. X plus 4'dür. Axına qarşı olanda X minus 4'dür. Eyni yolu gedibdir də. Sürəti zamana vururam. 4x plus 4'ə vururam. 4x plus 16. Sürəti zamana vururam. 6x minus 24. Eyni yolu getdikləri üçün yollarımız bərabərdir. Biri məsələn otağın başına gedəndə eyni məsafə deyilmi? Bu da onun kimi. Deməli olacaqdır x-larımızın fərqi 2x, ədədlərimiz eləyir deməli 40, x da bərabərdir 20 olur. X 20'dir, 24 aparıb yerinə qoy, fərqi yoxdur, istəyirsən solda, istəyirsən sağda. X-i 4'ə vurub üstə 16 gələndə 96, ya da 6'nı 20'yə vurub 24 çıxanda yenə 96 eləyir. Doğru cavab olur elə A variantı yoldaşlar. Doğru cavab olacaqdır A variantı. Sonra davam edək. Hər şey verib həzmini istəyir. Silindirin həzmi pi r kvadrat vur h hündürlükdür. Pi 3'dür. Radius 5'dir, kvadratı 25, hündürlüyümüz də 8'dir. 8'i 25'ə vuranda 200, 13'ə vuranda eləyir 600. Doğru cavab olur D variantı. Yazıb AB məsafəsi uşaqlar 32'dir. AC də 12'dir. BC-ni tapmaq üçün 32'dən 12 çıxıram 20. Doğru cavab B variantı. 36'da baxın 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə hissəyə bölünübdür. 2 dənəsi rənglənib. 8'də 2 və yaxud 4'də 1 də demək olar. Doğru cavab B variantı. Düzbucaqlı polipedin en uzunluğunu, hündürlüyünü verib, onun tillərinin uzunluqları cəmini istəyir. Uşaqlar, baxın. Bax. Hər bir tilindən 4 dənədir. Eni. Gördünüz 1, 2, 3, 4 dənədir. Uzunluğu 1, 2, 3, 4 dənədir. Hündürlüyü 1, 2, 3, 4 dənədir. Yəni hər tilindən 4 dənədir. Ona görə düstur belədir. L bərabər 4 vuraq. A üstə gəl, B üstə gəl, C. 3, 5, 4. Toplayıram uşaqlar. Bunları 22, 4'ə vurdum 48. Doğru cavab olur D variantı. Bir bilet növbəsində Altaydan yeri soruşulduqda o deyir. Önümdəkilər arxamdakıların, bax, Altay tutaq ki, buradadır. Altay. Önümdəkilər, bu da arxasındakılar. Yazıb önümdəkilər, yəni özündən əvvəl olanlar, x deyək. Arxamdakıların 3 mislinin yarısından 7 nəfər azdır. Önümdəkilər, arxamdakıların, arxadakılara x deyək. Önündəkilər 3 mislindən yarısına, yəni 2-yə nisbətindən 7 nəfər azdır. Və mən növbənin tam ortasındayım. Uşaqlar, məsələn, 29 tək sayılarda bu mümkündür bu arada. 29 nəfər olanda məsələn, 14 nəfər qabağında, 14 nəfər arxasında, 1 nəfər də özü. Tək sayılarda bu mümkündür, elə deyil. Təm ortadadırsa, deməli, bundan əvvəl və bundan sonrakıların sayıları bərabərdir. 3x bölü 2 çıx 7 bərabərdir x-a. 3x bölü 2 bərabər, bunu göndərdim bura x plus 2. Nəyi 2'yə böləndə x plus 7 eləyir? Əksinə x plus 7'ni 2'yə vururuq. X-ların fərqi x-a 14 olur. X 14, yəni özündən əvvəl də sonra da 14 nəfər var. O da D variantı. Təsadüf 14 dedim, düz çıxdı. Uşaqlar olur, deyir, atamda düz çıxır. Ona oxşaldı. Deməli, deyir, imtihanda 4 səhv. Bilizdə niyə görə 29 oldu? 14 nəfər özündən əvvəl, 14 nəfər özündən sonra, 1 nəfər də Altayın özü, 29 nəfərdir. İmtihanda 4 səhv bir düz aparır. Həmin imtihanda iştirak edən 76 sual yazdı və 51 bal topladı. İndi baxın. Bu adamın düz yazdıqlarına x desək, səhv yazdıqları olacaqdır 76 çıx x. Çünki məsələn 10 dənə sual düz yazsa 76'dan 10 çıx demək 66'sını səhv yazıbdır. Ona görə bu işarələməmiz doğrudur. Düz yazdığı suallara görə 1 bal gəlir. Düzdürmü? 4 səhvdə 1 düz aparır. Yəni. Belə də götürə bilərik də. Bir sual 1 baldır. Sadəlik üçün başqa cür götürə bilərik, amma da eyb yoxdur. Yaxşı. Deməli, düz suallar 1 bal gətirir. Səhv suallar isə 4 səhv 1 düz aparırsa, məntiqdən 4'də 1 balımız aparır da. Səhv sualların apardığı ballar da 4'də 1, 76 çıx x olur onda. Və toplama 51'dir. X üstə gəl, 4'də 1'i 76'ya vururam 19, çıxılsın 4'də 1x, bərabər də 51'ə.
1-dən 4-də 1 çıxanda 4-də 3x bərabər. 19 sağa keçir, çıxırılır 32. Nəyi 4-ə bölüb 3-ə vuranda 32 edir? Bunu tapmaq üçün 32-nin əksinə 4-ə vurub 3-ə bölməliyik uşaqlar. Deyəsən, səhv elədik biz. Bir dənə gözləyin. Biz daha sadə yolla gedəcək, özdə daha anlaşılır olar məncə. Yaxşı, belə olsun. 4 səhv 1 düz aparır. Bir doğru sual, onda düzlərə görə 1 bal verilir. Səhvlərə görə, hər səhv suala görə 4-də 1 çıxılır. Düzlərin sayı x-dır, səhvlərin sayı 76 çıx x-dır. Mən mənfi nəzər almamışam uşaqlar. Ona görə səhvli olub. Baxın, çıxanda mexaniki səhv eləmişəm. X çıxılsın 4-də 1 vuraq 76 minus x bərabərdir 51-ə. Düzdürmü? Düzlər. Çıxılmalıdır səhvlər. Toplamda 51 bal. O zaman bax, x çıxılsın, bunu vurdum 19. Mənfi oranda müsbət 4-də 1 x edir. Ona görə də bununla bunu toplayanda x-in üstə 4-də 1 gələndə 1,4-də 1, yəni 4-də 5 edir. 19 sağa keçəndə 70 edir uşaqlar. Nəyi 4-ə bölüb 5-ə vuranda 70 edir? Bunu tapmaq üçün 70-i 5-ə bölüb 4-ə vururuq. O da edir 56. Deməli, 56 suala düzgün cavab verib, 20 suala yanlış. Bu şagird neçə suala səhv cavab verib? 20 suala. Doğru cavab olur C variantı. Deməli, 3 hissəyə bölüblər. Ən kiçik hissə verilmiş ədədin neçə faizdir? Cəmi uşaqlar edir 20. 20 hissədən 3-ü düşür kiçiyin sayın, belə deyək, payına. Bunlar gedir 15%, o da B variantı. Çevrənin xaricindəki nöqtədən çevrə üzərindəki ən uzaq nöqtəyə qədər olan məsafə. Ən uzaq nöqtə uşaqlar AC-dir, 24-dür. Ən yaxın nöqtə isə B-dir, A-dan B-yə qədər olan məsafədir. Ümumiyyətlə demişik, çevrənin xaricindəki nöqtədən çevrəyə 3 cür məsafə anlayışı ola bilər. Yəni, başqalarını da verə bilər. Yəni, söhbət ən uzaq, orta nöqtə və s. bunlar deyirəm. Ən yaxın məsafə, bax, bu toxunmağa, belə deyək, çevrənin üzərindəki bu nöqtə, başa düşülür, A-dan B-yə. Ən uzaq məsafə AC-dir, mərkəzə qədər məsafə isə A olur. Eşinə, bura 6-dır, çıxırıq. 24-dən 6 çıxdım 18. 2-yə böldüm 9, 9. Çevrənin radisi 9-dur, o da C variantı. Gələk bura. P-dən B-yə 1, 2, 3, 4 dənə parça var. A-dan P-yə 1 dənə parça var. 4-ü 1-ə böləndə 4 eləyir C variantı. İti bucağı 60 olan rombun kiçik diaqonalı 60 dərəcədir. Uşaqlar, romb çəkək. Kiçik diaqonal bax, bilirik ki, budur. Diaqonal anlayışını uşaq axı 8-ci sinifdə öyrənir məncə. Əvvəldən bilirsən nə gözəl. Məncə ama dərslikdə 8-də olmalıdır. İti bucağı 60-dır. Uşaq bilir ki, oy, üzrü sən bir də gözlüyüm. Səhv yeriş 6-nı yazıq. Kiçik diaqonal 6-dır. Uşaq bilir ki, rombun bütün tərəfləri bərabərdir. Bərabər yanlı üç bucaqda bir bucaq 60-dır. 180-in 60 çıxıb 2-yə böldürük 60-60. Deməli, bərabər tərəflidir. Bura 6, bura 6, burada 6 olacaq. Rombun tərəfi 6-dırsa perimetri 6 vuraq 4, 24 eləyir. Doğru cavab B variantı. Bunu istənilən topluda da var bu sual. Bunu istənilən rəqəm qoyub da yoxlaya bilərsiniz uşaqlar. Məsələn, 1-2 qoyaq. 1205 bölünsün 12 bizə 100 qalıq 5 verir. İstənilən rəqəm qoyun, cavab B olacaq. 100-ü də 5-ə vuranda 500, C variantı. Bu keçən monitorqa düşən tipi sualdır. Çarpaz vurursunuz. İstəyirsiniz biraz sadəlik olsun deyə ixtisar aparın 4-də 3. Sonra çarpaz vurun. 3 vurulur 3x plus 6-ya. 4 vurulur 2x plus 1-ə. Vurub açdım. 9x üstə gəl 18 bərabər 8x plus 4-ə. X bərabərdir -14-ə. Doğru cavab olur C variantı. Hər sonraki ədəd əvvəlkindən 1,2 dəfə böyük olan 3 ədədin cəmi, baxın, birinci x-dır. Növbəti 1,2, yəni 3-də 5 dəfə böyükdür. Üçüncü də bundan 3-də 5 dəfə böyükdür. Yəni 3-də 5-i 3-də 5-ə vururuq. Eləyir 9-da 25x. Toplamaq üçün bunları ortaq məxrəcə gətirək. Bunu hər tərəfini 3-ə vururam 9-da 15. Bunu hər tərəfini 9-a vururam 9-da 9. Cəmimiz 9-da 49 eləyir 196. Çarpaz vururam. Ya da nəyi 9-a bölüb 49-a vuranda 196 eləyir. Bunu tapmaq üçün 196-nı 49-a bölüb 9-a vururam. Nəticə eləyir 36. Böyük ədəddir tapın. Elə 36 olacaq uşaqlar. Yox, 36 olmayacaq. 36 daha da kiçik olacaq. 36. 36-nı 3-ə bölüb 5-ə vuraq. 60. 60-ı 3-ə bölüb 5-ə vuraq. 100. Ən böyük 100 olacaq uşaqlar. Sinifdəki qızların sayı bütün şagirdlərin sayından 6 dəfə azdır. Qız
Bütün şagirdlər təbii ki, oğlanlar. Bütün şagirdlər 6x, qızlar x, deməli oğlanlar 5x uşaqlar. Aradakı fərqi tapdım. Bütün şagirdlərin sayı sinifdəki oğlanların sayından neçə dəfə çoxdur? Bütün şagirdlərin sayı sinifdəki oğlanlardan neçə dəfə çoxdur? 6, 5-dən neçə dəfə çoxdur? 1.2 dəfə. 55-56 yaşlı qadının uşaqları bu yaşdadır. Neçə deyir? Sonra uşaqların yaşları cəmi ananın yaşına bərabər olar. Qadın, 55-56 yaşlı qadın. Burada nəsə eyb yoxdur. Burada yəqin 55-dən 56-dan birini götürməli. İndi baxarıq vəziyyətə uşaqlar. 56 yaşlı yaxşı. Bunu 56-nı götürək. 55 fərq yoxdur yaxşı. 55-56 yaşlı yaxşı nə deməkdir? 55 ilə 56 yaş arası. Nə? Tamam olub keçib. Ortada da 55 tamam olub 56 tamam olub. Uşaqları deməli 11, 13, 15 yaşındadır. Neçə ildən sonra? Neçə il sonra deyirsə, məsələn 10 il keçsə hamısı cavan qalası deyir ki, biri cavan qalıb, biri yaşlanası deyir ki, hamısı 10 il keçir. Yəni hər birinin yaşı x vahid artır. Bilmirəm neçə ildir çünki. Cəmi eləyir uşaqların yaşı 39 plus 3x. Yaşları cəmdir, ananın yaşına bərabər olar. Bərabər olsun, tutaq ki 55 ananın yaşı 55 plus x-a. Alınmasa uşaqlar 56-nı götürərik. Bu keçir bu tərəfə 2x bərabərdir. 56-nı götürəndə alınmır uşaqlar, elə 55 ilə düz gəlir. Bu keçir bu tərəfə deməli 57-dən 39 çıxır uşaqlar 18. X bərabər 9. Deməli 9 ildən sonra. Kəsişən vətərlərin xassəsi A-nun OB-yə hasili bərabərdir C-nun OD-yə hasili. 4 vuraq 24 bərabər 6 vuraq x. Yaxşı, 144 bərabərdir, 144 yox, 96 bərabərdir 6x-a, x tapmaq üçün 96-nı 6-ya bölürsünüz 16. Ya da 6-ya bölərəm 1, 6-ya bölərəm 4, 4 dəfə 4-üm 16. Belə tapa bilərsiniz. Bir də diqqətli olun, elə olur x soruşur, elə olur s-dən soruşur. X soruşsa 16-dır, s-dən soruşsa 16 ilə 6-nı toplayırsınız 22. Deyir deməli, aralarındakı məsafə 640 olan iki məntəqədən birinin sürəti 90, digərinin sürəti 70 olan iki avtomobil eyni zamanda qarşı-qarşıya yola düşdü. İncə də bu sualdan barədə deməli 70 bu gəlir, 60 bu gəlir. Qarşı-qarşıya olan toplayırıq, eləyir 160 sürətimiz. 640-160-a bölürük, deməli 4 saat sonra görüşərlər.